Binamızın yerləşdiyi ərazini gördünüz. Demək olar ki, Xırdalan şəhərin mərkəzi, prospekt yolunun kənarı. Çıxarışlı binadır, 3 otaqlı bir mənzil. Daxil oluruq mənzilə. Söhbət burada orijinal 3 otaqdan gedir. Ümumi sayısı 125 kvadrat. Görünən əşyaları qalır. Mənzilin qonaq otağıdır. Və qeyd edim ki, mənzil şəxsi yaşayış üçün təmir edilmiş bir mənzildir. 12 mərtəbəli binanın 9-cu mərtəbəsində 125 kvadrat əşyalar qalır. Kupça əldədir, satış qiyməti 163 min manat. Real alıcıya evə baxandan sonra indirim olunacaq. Mənzilin qonaq otağıdır. Burada stolu, bu əşyalar nə varsa qalır. Arxasında fazla televizoru, televizyon yorulub. Gəl, bir işləsinə başlayaq, təşəkkür. Belə geniş bir foyesi var. Foye, genişsə, çox genişli, iri bir foyesi var. Daxil olduğunda burada bizi bir yataq otağı, uşaq yataq otağı, əsas yataq otağı. Yəni mənzilin təmirindən istifadə olunan qapılardan görünür ki, mənzil satış məqsədli yox, şəxsi yaşayış üçün nəzərə alınır, təmir edilib. Mənzilin sanitar qovşaqları ayrı-ayrıdır. Qonaq otağından eyvana çıxış var və burada mətbəxdir, mətbəxdən də eyvana çıxış var. Binamızın aşağısında 24 saat işləyən süpermarket var. Çıxarış əldədir, qiyməti qeyd elədim 163 min manat. Real alıcı olduqda evə baxandan sonra qiymətlər razılaşma olunacaq. Əlavə sual olarsa, evə baxmaq istəsəniz, aşağıda sağ tərəfdə və də yuxarıda profildə bizim əlaqə nömrəsi var. Zəng edib məlumat alıb gəlib evə yerindəcə baxa bilərsiniz. Və dəyərli izləyicilər, qeyd edim, sizin də Xırdalan şəhərində əmlakınız varsa, əmlakınızı tez bir zamanda satmaq istəyirsə bizə müraciət edə bilərsiniz.